Bu videonu mütləq keçmə, çünki peşman ola bilərsən, demədi demə. Sizlərə elə bir dua təqdim edirəm ki, siz bu duanı oxuduqdan sonra o sizi incidən insanlar ki var, sizə negativ enerji ötürən, müdaxilə etməyə çalışan, məhz o insanları çevrənizdən, həyatınızdan uzaqlaşdıracaqsınız. Duanı hər hal ki ekranda da görürsünüz. Əgər həmən insan həqiqətən sizə zərər verirsə, yoxsa boş-boşuna kiminsə haqqına girməyinə istərəm. Gördüyünüz duanı hər gün səhər və axşam, səhər yuxudan oyandıqda, axşam isə yatmadan öncə niyyətinizi dilinizə gətirirsiniz. Filan kəs filan məndən uzaqlaşsın, gözü məni görməsin. Daha sonra isə gördüyünüz duanı oxuyursunuz. Bir dəfə oxuyursunuz. Hər gün səhər, axşam bir dəfə. Yəni səhər də bir dəfə, axşam da bir dəfə. Ta ki o insan sizdən uzaqlaşana qədər bu duanı oxumağa davam edin. Mən sizinlə paylaşdım. Siz də çevrənizdə olan, ehtiyacı olan insanlar varsa onlarla paylaşın, bölüşün ki bu videonu xəbərdar olsunlar. Səhifəyə abunə olmağı unutmayın.